Hər vaxtınız xeyir, Air 24-də xəbərlərə baxırsınız studiyada və Fatih yargısı indi isə daha ətraflı. Rusiya, Belarus ərazisində hərbi mövcudluğunu genişləndirməyə hazırlaşır. Putin-Lukashenko görüşündən sonra bu istiqamətdə atılan addımlar daha da sürətlənib. Kreml, Belarus torpaqlarında hərbi bazalar qurmaq və müdafiə sistemləri yerləşdirmək üzərində çalışır. Analitiklər bunun NATOya cavab və Avropaya güc nümayişi olduğunu düşünürlər. Rusiya NATO'nun şərq cinahında hərbi mövcudluğunu artıra bilər. Məlumat Amerika Müharibə Tədqiqatı İnstitutunun hesabında yer alıb. Ehtimal edilir ki, Rusiya öz hərbi bazalarını Belarus ərazilərində yerləşdirəcək. Prosesə təkan verən amilin martın 13-də iki ölkə başçısının görüşü olduğu deyilir. Vladimir Putin və Aleksandr Lukashenko dövlətlər arasında təhlükəsizlik təminatına dair saziş qəbul ediblər. Sənəddəki bəndlər Rusiyaya Belarus torpaqlarında hərbi bazalar və istehkamlar qurmağa imkan verir. Analitikların fikrincə, Rusiya belə həmlələrlə Avropaya yaxın regionda möhkəmlənmək və NATOya güc göstərməyə çalışır. Finlandiyanın alyansı üzvlüyü NATO'nun Rusiyaya daha yaxın olmasına gətirib çıxarıb. Bu səbəblə Belarusda tez-tez hərbi təlimlər keçirilir. Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətlərinə dair müqaviləyə əsasən də Rusiyanın Belarus ərazisində hərbi mövcudluğunu gücləndirməsi tamamilə real görünür. Xüsusən də əgər Ukrayna müharibəsi dayanacaqsa, o zaman Rusiya Belarus ərazisində daha böyük hərbi kontingent yerləşdirə bilər. Görüş sonrası Putin də təhlükəsizlik sazişinin imkanları və zəmanətlərindən söz açıb. Kreml rəhbəri sənədin iki ölkə arasında müttəfiqlik öhdəliklərini müəyyən etdiyini deyib. Vurğulayıb ki, saziş potensial təhdidlər qarşısında iki ölkənin bütün qüvvə və vasitələrindən istifadə etməyə imkan verir. Rusiya Belarus ərazilərində birgə regional hərbi qrup, müdafiə sistemləri və taktiki nüvə silahları yerləşdirib. Putinin sözlərinə görə bütün bunlar etibarlı şəkildə iki ölkənin qərb sərhədlərini əhatə edir. Analitiklər hesab edirlər ki, hazırda NATO ilə Rusiya arasında hər hansı hərbi konflikt gözlənilmir. Məqsəd həm ABŞ-nin, həm də Rusiyanın Avropaya mesaj vermək istəməsidir. Avrupa'nın doğu kanadı ile Rusya arasında bir savaş senaryoları yakın zamanda olası görülmemektedir. Bu Putin ile Trump'ın arasında ortaklaşa planlanan bir çerçeve kapsamında Avrupa'yı tedirgin etme amacıyla planlanmış bir askeri hamle olarak değerlendirilmelidir. Qeyd edək ki, 2021-ci ildə Müharibə Tədqiqatı İnstitutu Rusiyanın Belarusda hərbi varlığını yerləşdirəcəyini proqnozlaşdırıb. ABŞ prezidenti Donald Trump isə Rusiyanın NATOya hücum etməməsi üçün hər şey edəcəyini deyib.